John Buckley, Böyük Britaniyada Kiel Universitetinin və University College Londonun professorudur və hal-hazırda buradadır və biz onunla birgə elmi işimizi aparırıq. Elmi işimiz isə Azərbaycan milli rəqslərinin ürək çatışmazlığı xəstələrinin kardiorespirator fitnessinə və həyat keyfiyyətinə təsiri ilə bağlıdır. Hello, my name's John Buckley. Salam, mən John Buckley, Kiel Universitetinin professoruyam. Hal-hazırda biz tədqiqat aparırıq. Bu tədqiqat Azərbaycan rəqslərinin ürək problemi olan insanlara necə kömək etdiyini öyrənmək üçündür. Biz pasientlərin rəqsə başlamazdan əvvəl fiziki hazırlığını ölçürük. Bundan başqa əzilə gücü və balans üzərində də işləyirik. Daha sonra bu rəqslərlə idman zalında edilən məşqləri müqayisə edəcəyik. Məqsəd odur ki, görək milli rəqslər normal məşq qədər effektlidirmi, yoxsa daha yaxşıdır? Bir də belə bir nüans var ki, bir çox insan üçün rəqs etmək idman zalına getməkdən daha əyləncəlidir. Biz də istəyirik elə bir reabilitasiya yolu tapaq ki, həm faydalı olsun, həm də insanlar onu sevsinlər.